Yox, Canlasın yox. Lerikdə 3 gün öncə 1-ci Qarabağ müharibəsi şəhidi Qəmbərov Xalıq şəxsin oğlunun bacısı Qəmbərova Əntiqə vəfat edib. Yağan güclü qar səbəbindən mərhum bugün axşam saatlarında dəfn olunub. O, rayonun Barzavu kəndində torpağa tapşırılıb. Güclü qar və çətin yol şəraiti mərasimin həyata keçirilməsini çətinləşdirsə də, kənd əhalisinin həmrəyliyi sayəsində dəfn mümkün olub. Qeyd edək ki, Lerik rayonu Xalıq Qəmbərov adına Barzavu kənd ümumi orta ümum təhsil məktəbi həmin şəhidin adını daşıyır. Bakıda iynə vurulan kişi şoka düşərək dünyasını dəyişib. Hadisə yanvarın 22-sində gecə saatlarında paytaxtın Binəqədi rayonunda baş verib. Rayon sakini 1966-cı il təvəllüdlü Vüqar Məmmədovun səhhətində problem yaranıb. Ailə üzvlərindən biri ona həkim tərəfindən təyin edilməyən antibiotiki inyeksiya yolu ilə yeridib. İynədən dərhal sonra halı pisləşən kişi dünyasını dəyişib. Faktla bağlı araşdırmalar aparılır.